Bir fərd öz həyatı boyunca bir böhranla üzləşir. Adətən şübhə və yəqinlik baxımından. Adətən gənc yaşlarının əvvəlində. Əlbəttə insanlara görə fərqlənir. Bəzilərində tutalım 12 və 13 yaşından başlayır, dərin və təfəkkürlü insanlarda. Bəzilərində isə daha yuxarı yaşlarında, 17-18 yaşında. Məyər ki, çox laqeyd olsun ki, onda heç nə yaranmasın. Yaxud məsələn 30 yaşında ortaya çıxa bilər. Bu, insanın dini düşüncə və əqidəsində yaşanan bir böhrandır. Çünki yəni insanın əvvəllər əqidə və inanclarını valideynlərindən tam şəkildə, əksini ehtimal belə etmədən qəbul etdiyi dövrdən sonra bir mərtəbə böyüyür və anlayır ki, valideynlərimdən götürdüklərimin doğru olmama ehtimalı var. Nəticədə bir böhranla üzləşir. Məhz buradadır ki, gənc həssas bir vəziyyətə düşür və ona diqqət olunmalıdır. Və məhz buradadır ki, gəncin ömrünün bu dövründə dini əqidə baxımından kobud rəftar etmək çox təhlükəlidir. Çoxlu gənclər bu böhran dövrünə, ki təbii və adi bir dövrdür, çatdıqda valideynlərinə, dostlarına və ya başqa insanlara üz tuturlar. Onlar isə bunu gəncin xəbisliyinə dəlil sayır, kobudluqla rəftar edirlər. Kəs səsini, bu nə sözlərdir danışırsan? Bunlar küfrə aparıb çıxarır. Bu sözlər, halbuki o sadəcə sual verir. Onun ruhunu daha da incidir və bezdirir. Bu, fərdi baxımındandır. Cəmiyyət baxımından da vəziyyət oxşardır. Bəzən müəyyən cəmiyyətlər də böhranlı keçid dövrü yaşayır. Eynilə bir insanın ömrünün müəyyən bir mərhələsində keçid halı yaşaması kimi. Məsələn, ədəbi bir dəyişiklik baş verir, mədəni bir dəyişiklik, fikri bir dəyişiklik yaranır. Necə ki, hazırda bizim cəmiyyətimiz də bu vəziyyətdədir. Avropalıların özləri 200 il əvvəl belə şiddətli bir böhranla üzləşdilər. 200 il əvvəl elm hələ bu həddə çatmadığı halda Avropa dünyası dini məsələlərdə bugünkündən qat-qat çox şübhə, tərəddüd və inkar içində idi. Bizim cəmiyyətlər kimi cəmiyyətlər də hazırda belə bir dövrdən keçirlər. Məhz buna görə də belə bir cəmiyyətlə qarşılaşmaq son dərəcə həssas və dəqiq yanaşma tələb edir. Bir sıra məsələlər var idi keçmişdə. Əslində cəmiyyətimiz bir uşaq vəziyyətində idi. Bu haqda heç düşünmürdü də, lakin indi düşünür. Düşündüyü üçün də cəmiyyət sual verir. Sual verdikdə isə müvafiq cavab tələb edir.